Salam herkese. Bugün sizinle gündelik makyaj videomu bölüşeceğim. Bu benim YouTube'da ilk videomdur. Çok ümid ederim ki desteğinizi esirgemeyeceksiniz. Videoya like koyacaksınız ve abone olmağınızı da çok xahiş edirəm. Mən Zəhra Kərimli. Turizm sahəsində işləyirəm. YouTube kanalı 2019-cu ildə açmışdım. Sadəcə olaraq videolar paylaşırdım və çox keyfiyyətsiz alınırdı. Hələ indi də möhtəşəm deyil. Ona görə həm də çox az baxış topladığı üçün dayandırılmaq qərarına gəldim və bütün videolarımı sildim, kanalımı da sildim və yenidən qayıtdım. Başlayaq. Mən birinci əlimi silim. 20 yaşıma qədər istifadə etdiyim ancaq gloss olub və maksimum tuş olub. Çünki makyaja heç marağım olmayıb. Hələ indi də marağım yoxsa sadəcə olaraq tələb edirlər. Və məcbur öyrənmişəm və bir sonraki vloglarımda bunun səbəbini öyrənəcəksiniz. Məndə belə bir çanta var, kosmetik çantadır. Mən bunun üçün buradan sifariş vermişdim. Rengi möhtəşəmdir. Belə kiçik olmayına baxmayın, çünki hər şey yerləşir buna və bu çiklənərsə bunu yumaq olar. Keyfiyyəti möhtəşəmdir. Açıqlama bölməsində linkini qoyacağam. Birinci istifadə edəcəyim məhsul Eveline Cosmetics'in Coconut kremidir. Bunu mən üzümə tətbiq edirəm. Bu şəkildə. Bu çox qoxusu möhtəşəmdir. Üzünü nemləndirir. Həm də mən bunu bir aydır ki vururam. Heç bir səpki məndə yəni gətirməyib. Məndə səpkilər ancaq bir dönəmdən əvvəl olur. O da az müddətdə hamısı keçir. Həm də lazerdən sonra. Lazerdən sonra bilmirəm. Məndə həmişə lazerdən sonra səpmələr olur. Artıq vurdum. Növbəti istifadə edəcəyim məhsul Peyzin BB kremidir. 2 nömrəli. Bilməm görürsünüz yox. Bunu bu şəkildə bura vururam. Sonra isə üzümə tətbiq edirəm. Və sponj mütləq nəm olmalıdır. Çünki çox çətin vurulur üzə. Bu şəkildə ümid ki yaxşı alınacaq. Çünki hər gün fərqli alınır. Nədənsə makyaj. Otağın işıqlandırması çox pisdir və heç üzümü görə bilmirəm. Artıq vurdum. Sonra isə Divaj'ın Matte Touch konsilerini istifadə edəcəm. Bu da 2 nömrəlidir. Bunu isə bu şəkildə gözümə vururam. Biraz çox vurdum. Və sonra sponcun ucuyla bu şəkildə düşünürəm yaxşı oldu. Concealer'ı vurdum. İndi isə Astra'nın bu Provide Dream Face paletini istifadə edəcəm. Burada enli və skulpturdur. Məndə belə bir kist var. Bu şəkildə. Məndə çox pis alınır. Enli vura bilmirəm. Bu şəkildə. Və həmin kislə isə skulpturunda vururam. Skulpturun necə vurulduğunu hələ də öyrənə bilməmişəm. Belə bu şəkildə eləyirəm. Amma düşünürəm yaxşı alınır məndə.
Bildiğim kadarıyla bu zagar efekti verir. Burada biraz ve burada biraz. Sonra ise gözüme bu teni vuracağım. Yvonne Milan'ındır. Bunun adını düzgün telaffuz edə bilmirəm. Bu ikisindən istifadə edəcəm. Mən mat və nude tonları sevirəm və makyajın super təbii olmağını çox xoşlayıram. Böyle zərli, işıltılı makyajları heç sevmirəm. Teni də deyəsən yaxşı alınır, yaxşı vururam. Teni də gözümə tətbiq elədim. İndi isə istifadə edəcəyim kölər deyirlər deyəsən. Azərbaycanda bilmirəm necə tərcümə olunur. Kiprikləri qaldırıram. Laminasiya proseduru etdirməmişəm və düşünürəm ki, bilmirəm, kipriklər tökülər, qorxuram biraz o proseduradan. Ona görə mənə bununla kipriklərimi çox da yaxşı alınır. Qaldırıram. Azərbaycan dilində danışanda biraz çətinlik çəkirəm. Əslində YouTube kanalı açanda və videolarımı düşünürdüm hansı dildə çəkim. Rus, İngiliz, Azərbaycan. Çox qərar düşündüm və qərar verdim ki, öz ana dilində çəkməyə üstünlük tutdum. Həm də beləliklə biraz dilim açılmış olacaq. Təzəlikcə iş müsahibəsindəydim və HR-la görüş olmuşdum. HR və psixoloqla və mənim Azərbaycan dilimi irad tutdular. Dedilər ki, üzərində işləməlisən və az qala müsahibədən kəsiləcəkdim. Amma özümü ikinci səfərdə doğrultdum. İndi isə Belloginin qələmini istifadə edəcəm. Bu 103 nömrəlidir. Biraz heyecanlıyım. Çünki məndə karandaş çəkmək hər dəfə çətinliklə alınır. Amma hər dəfə də yaxşı çəkirəm. Bu şəkildən baxırıq yuxarı. Nəticəni sizinlə paylaşacağım indi. Deyəsən alındı. Bir neçə cəhətlərdən sonra ideal alınmasa da bir şey yaradıb çıxarda bildim. Belə bir şey oldu. Əslində çox pisdir. Bunu video üçün çəkirəm. Əslində hər gün eləyirəm, çəkirəm. Bir dəfəyə alınmadı. Nədənsə bu günlər alınmadı. Eybi yoxdur. Davam edək. Sonra məndə Belloginin belə bir dodaq qələmi var. 51 nömrəli. Güzgün yadımdan çıxardım, orada qoydum. Deməli belə. Dodaq qələmini də çəkə bilmirəm. Birtəhər qıraqları çıxmadan tətbiq edəcəm. Deyəsən alınır. Dodaq qələmini vurandan sonra Eveline Cosmetics'in, məndə hər şey Eveline'dandır. 10 nömrəli lipstikini vururam. Belə. Mənim dodaq boyam mat olduğuna görə Eveline Cosmetics'in balzamında istifadə edəcəm indi. Amma quruduqdan sonra. Bu kombonu çox bəyənirəm. İndi sizə göstərmir, amma yaxından göstərəcəm indi. Bu şəkildə qalır. Düşünürəm yaxşıdır. Sonra isə axırda istifadə edirəm tuş. Tuşu düzün desəm ancaq настроением, keyfim olanda vururam. Çünki bilmirəm, çətindir təmizləmək onu. Ancaq uclarına vururam.
Çünki onsuz da köllər qaldırır. Kirpikləri. Bu qədər. Və mən bəzən Golden Rose'un belə bir yağlarını da istifadə edirəm. Bunu isə təzə almışam. Bu da çox yaxşıdır. Qoruluq hissi yaratmır. Ondan sonra makyaj tam hazırdır. Düşünürəm ki, yaxşı alındı. Artıq makyaj hazırdır və sizə yaxınlarda göstərmək istəyirəm. Çünki otağımdakı olan əsvişim çox pisdir. Düşünürəm ki, yaxşı alındı. Bu videonu bəyəndinizsə, abunə olmağı unutmayın və like qoyun. Düşünürəm ki, çox ümid edirəm ki, bu mənim axırıncı videom olmayacaq. Sağ olun.